Sabahınız xeyir olsun gənclər. Söhbət puldan gedən videolarımıza qaldığımız yerdən davam edirik. Bugün sizə gündəlik minimum 5 manat pul qazandıran yeni bir mining saytını göstərəcəm. Təbii ki, burada qazanc daha çox ola bilər, amma minimum ortalama 5 manata yaxın qazanmaq olar. Elə məndə də bu cürdür. Deməli, videomuzun daxilində mən buradan həm pul qazanıb çıxarış da eləyərəm. Əsasən Binance-a çıxarış eləyərəm mən, amma siz fərqi yoxdur. İstənilən borsaya çıxarış eləyə bilərsiniz. Baxın, saytımızı göstərim sizə. Sayt budur. Bunun linkini verəcəm videonun altında. Elə həmin linkdən birbaşa sayta giriş eləyə bilərsiniz. Giriş eləyib hesab açandan sonra, yəni hesab açmaq deyəndə bir dənə e-mail yazacaqsınız, bir də ki şifrə vəssalam. Belə burada məlumatları verirsiniz. Gündəlik nə qədər qazanmaq olar, nə qədər yatırım lazımdır və yaxud referans qazancı. Bunu bağlayaq keçsin. Deməli, burada məsələ nədir? Bildiyimiz mining saytlarına bənzəyir. Təbii ki, bəzi mining saytlarında olur ki, yatırım eləyirsiniz, müəyyən orada VIP levellər var. Onları alırsınız və gündəlik sizə pul verir. Amma burada elə deyil, balansınız nə qədər çox olarsa ona uyğun faiz verir sizə. İzah eləyəcəm hamısını bir-bir. Amma əvvəlcə bunu deyim. Mining saytlarında fərqi yoxdur mənim paylaşdığım və yaxud bütün yatırım sistemlərində. Hər zaman risk var. Yəni, ola bilər siz bu tip saytlara yatırım eləyərsiniz. 1 ay, 2 ay və yaxud daha uzun müddətlər pul qazanarsınız. Ola bilər tam tərsi. Yatırımı eləyərsiniz, sayt bir gün sonra bağlanar. Belə şeyləri nəzərə alın, ondan sonra istifadə edin bu tip saytları. Deməli, indi burada mənim balansımda görürsünüz 10 dollar pul var, düzdür. Buna uyğun qazanc nə olur? Gəlirik mining bölməsinə, sol altdan ikinci bölmə. Burada deyir ki, məsələn, VIP 1 var da, bir dəqiqə. Deməli, deyir ki, 10 dollar və yaxud daha çox yatırım elə, gündəlik 25% pul qazan. Yəni, burada 10 yazır, amma siz 15 də qoya bilərsiniz, 17, 20, yəni belə. Buna uyğun faiz verir sizə. Və yaxud tam tərsi. Gəlirik biraz aşağıdakına. Deyir, 50 dollar və daha çox pul qoy, 26% qazan. Yəni, belə başa düşmək olar ki, yatırımın miqdarı artdıqca bizə verdiyi faiz də artır. Və buradan da nəticəni onu çıxardarıq ki, ortalama bizim pulumuzu 4 gün ərzində geri verir. Yəni 4 gün ərzində yatırım etdiyimiz məbləğ geri qayıdır. Artıq 4 gündən sonra buradan nə qazansaq bizim xeyrimizədir. Belə. Gəlirik aşağılara. Burada təbii ki, daha çox olanları var. Yəni 300 qoyub gündəlik 27% götürürsünüz, 1000. Təbii ki, belə arta gedir. Ta ki 100 minə qədər. İndi siz burada təbii ki 50 min, 100 mindən 10 min yatırım eləyəsi deyilsiniz. Belə böyük pullar çox risklidir yatırım eləmək. Mən həmişə deyirəm, maksimum 100 dollar, 50 dollar, yəni bu məbləğlər arasında da yatırım eləsəz yaxşı olar. Mən məsələn hər saytda VIP 1-i və yaxud VIP 2-ni falan alıram, istifadə edirəm. Yoxlamaq üçün, yəni biri tez bağlanır, biri gec bağlanır, olur da. İndi bunu bildik. Bəs yaxşı, bunu istifadə edib pul qazanmaq üçün nə etmək lazımdır? Gəlirəm ana səhifəyə. Təbii ki, bunun üçün birinci biz balansımızı artırmalıyıq. Burada recharge var. Bu bölmədə. Gəlirəm bura. Yatırım üsulu olaraq 4 fərqli seçim verir bizə. TRC20 və B20 USDT, Tron coin'i, BNB coin'i. İndi biz burada baxaq TRC20 USDT-yə. Fərqi yoxdur. Bütün yatırım üsulu eynidir. Sizə verilən bu adresə pulu göndərirsiniz. Məsələn, nə qədər yollamaq istəyirsiniz? 15 dollar. Göndərirsiniz. Göndərəndən də sonra pul çıxdı mı sizin balansınızdan? Gəlirsiniz bura Recharge Complete. Bu yaşıl bölməyə klik edirsiniz. Və artıq təsdiq olur, köçür balansınıza. Yəni, burada da verdiyi məlumatlara əsasən, nə bilim, yatırım 1 dəqiqə ilə 3 dəqiqə ərzində geri gəlir. Yəni, belə. Tutaq ki, pul gəldi balansınıza. Super, hər şey burada da görünür. Balansınıza bura gəlirsiniz ki, yatırım əliniz məbləğ 10 dollar var, əla. Gəlirsiniz indi mining bölməsinə. Burada gündə bir dəfə, 24 saatdan bir start deyə bir bölmə var. Bura belə vuraq. Burandan sonra 5-10 saniyə ekranda yazılar falan yazır. Bizim gündəlik qazancımızı verirlər hal-hazırda. Aha, 2 dollar 50 sent verdi mənə. Bir də bunu eləyə bilərsiniz 24 saatdan sonra. İndi mən dünəndən pulumu almamışam deyə artıq məndə çox az qalıbdı. 25 dəqiqə falan qalıbdı. Amma normalda 24 saatdan bir verirlər bunu. Pulu qazandınız. Baxın, burada görsənir. Yatırım məbləği kilitli qalır.
Amma gündəlik qazancı çıxarış edə bilərsiniz. Və çalışın çıxarış edin də, qoymayın yəni saytda qalsın. Gəlirik withdraw bölməsinə. Burada deməli 2.50 yazdıq, düzdür? B primi USDT. Hə, üzrlü sayın, mən videonun əvvəlində dedim, hər yerə çıxarış edə bilərsiniz, amma B primi kimi məncə Binance-a çıxarış etmək daha məqsədə uyğundur. Gələk buradan götürək USDT B primini. Aha. Adresimi yapışdırıram və confirm deyirəm. Əla, bizim pulumuzu uğurla göndərdilər. Təxminən 1-2 dəqiqə pullar gələr. Ona kimi mən sizə burada referanslardan bəhs edeyim. Məsələn, burada bizim referans linkimiz və referans kodumuz var. Görürsünüz bunları. Bu nə işə yarayır? Biz bu linki paylaşa bilərik Facebook qruplarında, Telegram kanallarında və yaxud bu tip saytları istifadə edən bir nəfərlə. Kimsə bizim linkimizdə qeydiyyatdan keçsə və bizim yəni qeydiyyatdan keçən zaman bizim referansımız olur. Və bizim həmin referansımız sayta yatırım eləyəndə sayt bizə bonus verir. Onun yatırımının 10%. Yəni referansınız gəldi, tutaq ki, bura 20 dollar pul qoydu. Sayt sizə 2 dollar bonus verir. Belə. Artıq baxın, pul da köçür Binance-dan. İndi ona baxarıq. Bu da ki, bunların Telegram kanallarıdır. Telegram kanallarını göstərə bilərəm sizə. Orada müəyyən məlumatları falan paylaşırlar. Bilmirəm, bağlanıb yoxsa yox. Hə, baxın, gizlidir. Qatıla bilərsiniz. Qatılaq belə biz. Görürsünüz, burada müəyyən məlumatları sizə verirlər. Hər şey var burada. Görürsünüz. Və təbii ki, burada rəsmi müştəri dəstəyi də var. Hər hansısa bir problem baş verən zaman bunları yaza bilərsiniz ki, mənim şifrəmi yaddan çıxarmışam və yaxud bu kimi bir şeylər olanda. Artıq dediyim kimi, pulumuz da köçür Binance-a. Görürsünüz, təsdiq də oldu. 2 dollar 50 sent. Ortalama bizim pulun nə qədər eləyir bu? 4 manat 50 qəpiyə yaxın bir şey. Çıxarış elədik. Məncə problemli bir hal yoxdur. Normal işləyir, ödəmə də eləyir. İndi sayt uzun müddət işləyər yoxsa qısa müddət, onu təbii ki, heç kim deyə bilməz. Yəni, bu tip saytları istifadə eləyən biri onsuz da bilir də ki, risk də var, çox qazanmaq da var. Belə gençlər, məncə vaxtınızı çox almayım. Geri qalan məlumatlara da özünüz baxarsınız. Çox videonu da uzun eləməyin mənası yoxdur. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.